Salam, hər vaxtınız xeyir olsun. Deməli, avtomobil Hyundai Santa Fe-dir. 2009-cu il modeldir. Mühərrik 2,7 litrik benzin mühərrikdir. Abreviaturası G6BA. Mühərrik demək olar ki, çiğ halda benzini səsboğucu borudan bayıra atır. Bunun üçün məndən öncə bir neçə servisə müraciət olunub. Orada birinci çiləkçiləri yuyublar. Əlbəttə ki, bu profilaktik tədbir mütləqdir. Ondan sonra görüblər vəziyyət dəyişmir. Absorber çənini açıb təmizləməyə məsləhət görüblər. Sürücü bundan imtina eləyib. Sonra alışdırma şamlarını dəyişdirməyə məsləhət görüblər. Sürücü bildirib ki, az öncə dəyişdirilib. Ondan sonra alışdırma makaralarından şübhələndiklərini bildiriblər. Ondan sonra oksigen sensoru dəyişməyi məsləhət görüblər. Oksigen sensorlarının, yəni katalitik elementdən öndə duran oksigen sensorlarının stereometrik qarşığa cavab verdiyini bilirik. Amma məncə birbaşa oksigen sensoru barəsində qərar vermək bir balaca tələskənlik kimi qiymətləndirilə bilər. Amma yenə də, yəni bu benzin sərfiyyatına təsir edən elementlərdən biridir. Sürücünün ağlına batan tədbir olub bu və o yaxınlaşıb səsboğucu ustasına. Yaxşı ki, oksigen sensorları almayıb. Səsboğucu ustası avtomobili vizual baxışdan keçirdikdən sonra baxıb ki, oksigen sensorları salamatdır və bildirib ki, diaqnosta müraciət etmək lazımdır. Əlbəttə ki, sürücü səsboğucu ustasına deyib ki, yəni mən bura diaqnostdan gəlirəm də. Mən dərdimi onsuz da diaqnost tapıb. Amma o sağ olsun, yəni səsboğucu ustası yenə də öz bildiyinin üstündə durub və avtomobili bizə yönləndirib. Belə deyək, sürücünü demək olar ki, təqribən deyirəm, təqribən 400 manatlıq, bəlkə də biraz da çox xərcdən xilas eləyib. Baxmayaraq ki, avtomobildə digər əlavə xərclər var və avtomobilin bəlkə də xərci həmin o xərcdən dəfələrlə çoxdur, amma yenə də avtomobil sürücüsü əlavə böyük bir xərcdən azad olub. İndi gəlin hamımız bir yerdə baxaq görək, bu avtomobilin dərdi nə idi və bu avtomobil nəyə görə benzini çiğ şəkildə bayıra atırdı. Dedi 2.7. Maraqlı bir şey göstərmək istəyirəm. Həyatımda belə şey görməmişəm. Deməli 2.4.6 ikinci silindirdən sayırıq. Yəni zəhmət olmasın. Deməli istəyirəm sonra sürücülər, yəni ustaları qınamasınlar da. Bax, çək falan hər şey yanır. Söndü. Avtomobil sahibi yanındadır, sağ olsun mənə kömək edir. Deyilənə görə 18 litrdən çox yanacaq işlədir. Bilmirəm, videonun effekti necədir, üzürü sayın dayı olan budur. Deməli, əlinizi götürə bilərsiniz. İkinci silindirdən saymışıq. Buna baxın. Birinci, üçüncü, beşinci silindir işləmir. Xalasta yoxdur. Qaz verəndə bir balaca özünə gəlir, amma o da tam işləmir. Bax. Demək olar ki, işləmir də bu, yoxdur. Bax. 1.3.5 yatıb. Arkadakı silindirlər heç bir işləmir.
Əslində heç bunlar farsınka testindən də keçmirlər. 5-ci silindrin farsınkası. Ölüdür də silindr. Deməli belə. Bir dəqiqə. Alışmaya baxaq. Alışmada gecikir, amma alışma var da. Düzdür, tam alışmır. Deməli 4-cü silindr ən yaxşı yanır. 4-cü silindr ən yaxşı işləyir. Burada da 4-cü silindr ən yaxşı yanır. 6-cı silindirdə pis deyil, 3 də pis deyil. Burada məndə 5 yatır, 3 yatır. 1 amma işləyir. Amma burada farsınka testində ümumiyyətlə silindirlər özlərini pis aparırlar. Amma farsınkalar yuyulub dediklərinə görə. Yəni sahibinin dediyinə görə farsınkanı açıb usta yuyub. Baxarıq, lap lazım olar söküb o farsınkaları qabağa qoyuram, amma məntiqsiz bir proses olacaq. 5 yandırmır, 1 yandırmır, 3 yandırmır. Çox qəribə bir şey baş verir bu mühərrikin içində. Baxarıq. Söküb baxacağım. Kod filan yoxdur. Heç nə yoxdur. 18 litr, 19 litr yanacaq. Həminki Santefedir. Birinci silindirdə 8 bar təzyiq var. İndi ikinci silindiri yox, daha doğrusu 3'ü yoxlayacağım. Deməli, 3-cü silindir 7. Belə. Davam edirik. Manometri bağladım 5-ci silindirə. 7'yi yoxlamağa. Bismillah. Gitti bakmağa. Bu da 5. Əssalam. Yığıb yerinə təhvil verəcəm yəsinə. Niyə belə olur? Mənə gələn maşınlar bilmirəm. Yox, vallahi elim ağır deyil. Sadəcə olaraq çürüdüb sonra gətirirlər ona görə. Belə.